Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-sində hüquq mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal olunan polislərin fotoları dərc olunub. Turkustan Azuxu Aza istinadla məlumat verir ki, bu haqda Evakaşan Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnovdur. Bəs bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd edilir. Rusiya telekanallarında Ermənistan və onun liderinin təhqir olunması dayandırılmalıdır. Ya siz dayandırın, ya da biz dayandıracağıq. Bunu Ermənistan parlamentinin sədri Aylen Simonyan bildirib. Rusiyalı həmkarlarımın Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi müzakirə etməyin vaxtı çatdığı haqda bəyanatımı reaksiyalarını oxuyanda istər-istəməz özümə sadə bir sual verirəm. Bu insanlar heç öz-özünə sual vermirmi? Yoxsa doğrudanmı kiməsə elə gəlir ki, qərb strukturlarının təsiri, insan hüquqlarının pozulması, kimlərinsə məhv etməyə çalışdığı Rusiya ilə Ermənistan arasında çox əsirlik dostluq haqqında əzbərlənmiş ifadələri təkrarlamaqla bir daha özünün üstündən atlayıb keçmək, Ukraynanın adını çəkmək və bu köhnə məsələni Ermənistan kontekstinə uzatmaq olar. Başqa bir şey axtarmaq lazım deyil. Günahkar icad etməyə ehtiyac yoxdur. Sadəcə televizoru yandırmaq kifayətdir. Çünki Rusiya-Ermənistan münasibətlərinin karlanması problemini həll edəcək ən yaxşı adamlar Qərbin kəşfiyyat orqanları, MİFİK agentləri və ya qeytiləri deyil, Rusiyanın bəzi dövlət telekanalları, jurnalistləri və redaktorlarıdır. Spikeri qeyd edib.